Məndə belə bir sual formalaşdı hal-hazırda. Sən məhkəmə sahəsini qeyd etdin ki, görmüsən və ədliyyə sahəsini görmək istəyirsən. Bunları necə fərqləndirərdin və hansı xüsusiyyətlərinə görə fərqlənir? Sənin üçün hansı düzdür, ədliyyədə artıq iştirak etməmisən, daha doğrusu hələ iştirak etməmisən. Amma nə düşünürsən? Hansı sənin üçün maraqlı olardı bir hüquqşünas olaraq? Daha çox, mənim üçün məhkəmə sahəsi maraqlı idi. Çünki müxtəlif, yəni həm cinayət, həm mülki, həm inzibati sahədə, yəni müxtəlif şikayətlərə baxılır, müxtəlif cinayət işi, mülki iş bunlara baxırıq, araşdırırıq. Yəni hakim bundan, yəni bu işlərin nəticəsində araşdırır, təhlil edir, ədalətli şəkildə qərar verməyə çalışır. Yəni məhkəmə mühiti mən həqiqətən də çox bəyənirəm. Ədliyyə sahəsində hələ olmamışam. Amma bizim mülki hüquqdan müəllimimiz var idi ki, özü ədliyyə sahəsində fəaliyyət göstərdi və bizi həmişə o sahəyə yönəltməyə çalışırdı ki, o sahəyə yönəldim. Burada daha çox mülki işlərə baxılır. Yəni probasiya olsun, sonra digər sahələri var ki, yəni daha çox mülki işlərlə məşğul olurlar. Tamam. Bu sahədə iş imkanları ilə maraqlanmısanmı? Gələcəkdə düşünürsənmi ki, rahat iş tapa biləcəksən? Sənin üçün rahat olacaq bu proses? Rəqabətlilik çoxdurmu, azdırmı? Ümumiyyətlə elə bir ixtisasda təhsil alırıq ki, elə bir sahədir ki, çox genişdir. Həqiqətən iş imkanları da olduqca zəngindir. Hər sahədə yəni iş imkanı əldə edə bilərik. Bəli, iş imkanları ilə maraqlanmışam. Yəni müxtəlif sahələrdə və hər yerdə olduğu kimi, yəni bu sahədə də hər şey sənin özündən asılıdır. Yəni sən əgər universitetdə sadəcə 4 il ərzində ki, dərs oxumağa gedirsən, imtahandan imtahana hazırlaşırsansa, yəni mən ortalamamı yüksək tutum, yəni onunla heç bir yerə çıxa bilməyəcəksən, heç əldə edə bilməyəcəksən. Yəni müxtəlif təcrübə proqramlarına qoşulmaqla və yaxud da adi könüllülüyün özü də həqiqətən də çox kömək edir. Və yaxud da ki, dil bacarıqlarını inkişaf elətdirməklə, yəni kompüter biliklərini inkişaf elətdirməklə iş imkanlarını da artıra bilirsən, CV-ni zənginləşdirirsən. Yəni olduqca rəqabətli bir mühitdir. Dediyim kimi mən dövlət və özəl sektor sahəsində də yəni iş imkanları olduqca zəngindir. Yəni əslində dövlət sektorunda özümü sınamışam, məsələn məhkəmədə, dövlət işində və gördüm ki, yəni əslində dövlət işi mənə o qədər də uyğun deyil. İstəyərəm ki, məsələn özəl sektorda da bir təcrübə keçirim, hansının mənə daha çox uyğun olduğunu görüm. Daha sonra qərar verərəm. Bəli. Son sualım bundan ibarət olacaq ki, bu ixtisası seçmək istəyən abituriyentlərə və artıq birinci kursda təhsil alan tələbələrə sənin məsləhətlərin, tövsiyələrin nələr olardı? Yəni onu demək istəyirəm ki, əgər bu ixtisası sevirsinizsə, yəni o çətinliklər sizin gözünüzdə çox kiçiləcək, heç görünməyəcək də. Yəni belə deyim də, yəni zəhmət çəkəcəksiniz, amma xoş olacaq da, çünki nəticəsini əldə eləyəcəksiniz. Hüquq zəhmət və
yəni zəhmət tələb edir də, yəni çalışqanlıq tələb edir. Ona görə də yəni məsləhətim ondan ibarətdir ki, çox çalışın, qarşınıza hədəf qoyun və o hədəf üçün mübarizə aparın.